5 ildir mənzil alsalar da çıxarış ala bilmirlər. Xətai rayonu Xudu Məmmədov 43C ünvanında yaşayan sakinlər iddia edirlər ki, Şərur MTK-nın rəhbərliyinə dəfələrlə müraciət etsələr də 200-dən çox sakinin çıxarış problemi həll olunmur. Bu səbəbdən yaşadıkları mənzilə qeydiyyata da düşə bilmirlər. Binanın konkret 5 ildir tikilib artıq təhvil verilir. Gördüyünüz kimi də 100% yaşayış var. Artıq kommunal hər bir şey burada var. Sadəcə olaraq bu binada bizə 5 ildir ki, kupça verilmir. Müraciətlərimiz olunub MTK tərəfindən, Şərur MTK-dır. Onun poddatçı kimi də stil MTK gedir. Bildirmişik ki, yazılı surətdə də belə də demişik olar ki, bəs yəni nə vaxtı kimi uzadılar. Yayda verməliyirlər, yay oldu, indi deyirlər payız. Hər dəfə belə uzadılar. Qarajımız yoxdur. Yeraltı qarajımız tikilib, ancaq heç bir istifadəsi yoxdur, heç bir istifadə verilmir. Yəni hər bir kəs kommunal pul ödəyir, 30-40 manat civarında puldur. Yəni əsas tələbimiz odur ki, bizim kupçamızı versinlər. Biz tutaq ki, heç birimiz öz evimizə qeydiyyata düşə bilmirik. O qohumdan xahiş etsən bizi qeydiyyata al, buradan xahiş edirsən. Yəni budur problemimiz. Özümüz burada qeydiyyasız yaşayırıq. Burada hamı qeydiyyasızdır. Bu binada bir nəfərin kupça sənədimiz yoxdur ki, qeydiyyata düşək. Bina sakinləri iddia edirlər ki, çıxarış olmadığında mənzillərin alqı-satqısı zamanı da çətinliklə üzləşirlər. Onda o problem yaranır ki, deməli gedirik MTK-ya 3000-dən çox pul istəyirlər bizdə. Bir dənə Yəni alqı-satqı zamanı. Bəli, 3050 manat ya 3500 manat pul istəyirlər bizdən. Adi bir dənə kağızı atnadan keçirməyə. Və yəni normal nə sata bilir, nə ala bilir, nə qeydiyyata düşə bilirik. Heç bir qeydiyyatımız yoxdur, qalmışıq biz belə. Generator olmalıdır. Bir neçə dəfələrlə işıq sönüb, mən özüm saatlarla gözləmişəm aşağıda. İşıq da olanda kimsə kommunal ödəməsə, bu çip işləmir. Ərazidə maşın parkovka eləməyə kifayət qədər yer yoxdur. Ailələr düşüb oturmağa besetka yoxdur. Sonra şlanqbaum kim gəldi bura girir. Amma problem ondadır ki, ali məktəbə gedən var, orta məktəbdə oxuyan uşaqlarımız var. Biz arayış alırıq. Yəni kupça ondan ötürüdür, yəni ki də. Məsələ ilə bağlı Şərur MTK-nın təsisçisi İsfəndiyar Axundovla əlaqə saxladıq. O Xəzər xəbərə bildirdi ki, binanın qaraj hissəsinin qarşısından xüsusi xətt keçir. Bu xətt dövlət qurumları tərəfindən qeydiyyata alınmalıdır. Bu səbəbdən binanın sənədləşməsinə problem yaranıb. O ki qaldı sakinlərin səsləndirdikləri digər problemlərə İsfəndiyar Axundov bu iddiaları əsassız adlandırdı. Sevinç Vaqif qızı Üzeyir Ağayev, Xəzər xəbər.